Deməli belədir. Yaxşı atalar sözümüz var. Su çanağı suda sınar. Ay o qorxdu məndən, ay Aqil müəllim qorxdu, ay Ceyhun qorxdu, biri qorxmadı. Gəldi vurdu. Hələ səndən də qorxmaz oldu, səndən dalaşdı. Və mübahisələr haqqında danışmaq istəyirəm. Mübahisə etməyə dəyərmi? Yox. Yolda, məsələn ki, kimsə səni sıxdı, az qala vurdu, amma vurmadı. Mübahisəyə getməyə dəyərmi? Yəni, maşını bəziləri sürür onun qabağına, nə inirsən? O da deyir, məsələn ki, əcəb edirəm, bu deyir, qələt edirsən və aləm qarışır bir-birinə, məsləhət deyil. Genə deyirəm, əgər bu adam bu dərəcədə biabırçıcasına sizin maşınınızın qabağına keçibsə, belə təhlükəli vəziyyət yaradıbsa, deməli, onun qanacağı o qədərdir. Siz ona heç nə sübut edə bilməyəcəksiniz. Amma mənfi cəhətləri ola bilər. Sən onunla konfliktə girirsən, İstənilən mən niyə konfliktə girmirəm? Mən bilirəm ki, mən emosionalam. Mən çox əvvəl cavanlıqda konfliktə girirdim. Bilirsən nə olurdu Ceyhun? Sakitcə deyirdin, Ağsaqqal, belə niyə eləyirsən? Qayıdırdı ki, mən sənin cavan idim də, sənin yaşın qədər mənim stajım var. Və yaxud da ki, əcəb eləyirdim. O sözün qabağında istər-istəməz insan elə bir adam deyir ki, çox nahaq eləyirdin və dava düşür. Və bir fikirləşin, dava düşdü. Emosiyaları artıq qorumaq olmur, xüsusilə cavanlarda. Dava düşdü, vurdunuz onu. Deməli, polisə düşəcəksiniz. Vuruldunuz. Xəstəxanaya düşəcəksiniz. Hər iki variant sərf eləmir, Ceyhun. İkincisi də, yolda o qədər aqressiv sürücülər var ki, Mike Tyson'ı dönməlisən, onunla dalaş, bunu vur. Elə, sənin həyatın müharibə olacaq da. Bir balaca təmkinli olmaq lazımdır. Elədir, o özündən bətərinə rast gələcək, su çanağı suda sınar, çıx get həyatımdan, mənim qanımı qaratma. Çünki biz emosional adamlar, bizə necədir? Məsələn, nəsə sıxdı elədi, dalaşdın da, dava düşmədi, amma dalaşdın. Ceyhun, mən bir gün özümə gəlməyəcəm. Bir gün, amma o adamın vecində də olmayacaq. Mən xəstəlik tapacağım, mən dərman alacağım. Yollar mübahisə meydanı deyil.